qızlar, dəyərli analar, bacılar və xanımlar, sizi bu gözəl gündə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir və Şəki Hazır Mərkəzi adından salamlayıram. Tədbirimizə başlamazdan əvvəl sizləri ulu öndərimiz Heydər Əliyevin və vətənimiz uğrunda canlarından keçən uca şəhidlərimizin ruhlarını bir dəqiqə sükutla yad edib, ardınca da dövlət himnini səsləndirmək üçün ayağa qalxmanızı xahiş edirik. Hörmətli qonaqlar, hər bizi salamlayıram mən də. Bugünkü təlimimizdə iştirak edirsiniz, vaxt ayırıb gəldiniz, hər bizə təşəkkür edirəm. Zəhra xanım, Səyrə xanım, hörmətli direktorlarımız, valideynlər, müəllimlər və əziz şahidlər. İnşallah hər bir üçün xoş, gözəl bir tədbir olar. Şahidlərimiz öz bacarıqları əsasında bir 2 həftəlik, 10 günlük bir müddətdə səhnəcik, şeir, mahnı sizlər üçün, analar üçün, müəllimlər üçün, direktorlar üçün bir hazırlıqları var. İnşallah hamı üçün bir xoş istirahat olar. Qüsurları olarsa, üzürlü sayın. Qadınlarımıza başda şəhid anaları, şəhid xanımları, bacıları və burada olan xanımlar, burada olmayan bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Allah sizlərə xeyirli, sağlıqlı ömür versin. Hər gününüz belə xoş, sevimli olsun. Sizlər sevindikcə cəmiyyət də sevinər. Sizlər xoşbəxt, mehriban olduqca cəmiyyət də mehriban olar. Analarımız evdə, müəllimlərimiz daha çox məktəblərdə qadın müəllimələrdir. Müəllimələrimiz də məktəbdə evladlarımızı, gənc nəsli yetişdirir. Bu istiqamətdə böyük əziyyətləri var. İnşallah analarımız, müəllimələrimiz nə qədər sağlam, gümrah olarsa, xoşbəxt, mehriban olarsa, yetişən nəsil də o qədər ondan öz müsbət təsirini götürər. İnşallah hamımız üçün xoş bir tədbir olar. Sağ olun, vaxt ayırdınız, sağ olun. Təşəkkür edirik Rəşid müəllim. İndi isə xanımları təbrik edib, öz ürək sözlərini söyləməsi üçün Şəki Həmkarlar İttifaqının sədri Ziyafət xanımı kürsüyə dəvət edirik. Hörmətli Rəşid müəllim, hörmətli xanımlar, hörmətli tədbir iştirakçıları, əziz şagirdlər. Mart ayı bayramlar ayıdır. Bu bayramlar içərisində gələcək nəsillərin inkişafını təmin edən və hər bir dövlətin gələcəyi üçün istedadlı, vətənpərvər, sağlam bir nəsil yetişdirən və cəmiyyətdə xüsusi çəkisi olan qadınlarımızın 8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Bu bayram münasibəti ilə sizin timsalınızda bütün xanımlarımızı təbrik edirəm, can sağlığı arzu edirəm. Qadın güclü varlıqdır. Nə qədər güclü olsa da, qadın bir o qədər zərifdir.
Ona görə ki, bugünkü müstəqil Azərbaycan dövlətinin inkişafında Azərbaycan xanımları deyərdim ki, bütün yükü, məsuliyyəti öz zəif çiyinlərində daşıyırlar. Azərbaycan xanımı bir fədakar ana, Azərbaycan xanımı gözəl bir həyat yoldaşı, zəhmətkeş qadın, özlərində işləyən ictimai xadim və 44 günlük vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizi, ərənlərimizi yetişdirən qəhrəman bir anadırlar. Qadın anadır və Məhəmməd Peyğəmbərimiz demişkən cənnət anaların ayaqları altındadır. Analarımızın üzərinə böyük məsuliyyət düşür. Ona görə ki, onlar gələcəyimiz üçün sağlam nəsil yetişdirirlər. Gecə-gündüz gözünün nurunu, ürəyini, qanını öz evladlarına verirlər ki, onlar böyük bir nəslin davamçıları olsunlar. Bugün müstəqil Azərbaycan dövlətində qadın siyasəti uğurla davam etdirilir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasəti bugün ölkə prezidenti cənab İlham Əliyev və onun xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir ki, mən Mehriban xanım Əliyevanın bütün fəaliyyətini, yəni bir ictimai xadim kimi, bir həyat yoldaşı kimi, bir ana kimi, bir yoldaş kimi özümə bir örnək verirəm. Azərbaycan xanımı ta qədimdən öz vətənpərvərliyi ilə, qəhrəmanlığı ilə cəmiyyətdə söz demiş, at minmiş, qılınc oynatmış və həmişə kişilərimizin, ərənlərimizin yanında olmuşdular. Azərbaycan qadınları nəinki cəmiyyətimizdə, beynəlxalq aləmdə öz sözlərini deyən güclü, o cümlədən də zərif bir məxluqdurlar. Bu baxımından, əziz xanımlar, bu çətin, şərəfli vəzifənin layiqincə icrasında sizlərin hər birinizə uzun ömür bir daha davamlı can sağlığı arzu edirəm. Bəzən öz-özümə fikirləşirəm evə gedəndə ki, görəsən, biz xanımların yükünü kişilər daşıya bilərdimi? Bəzən öz-özümə sual verirəm, qadınların yükünü mənim fikrimcə kişilər daşıya bilməz. Çünki qadın indiki dövrdə deyərdim ki, çox böyük məsuliyyətli yüklərin altına girib. Mən bir daha sizlərin hər birinizi Şəki Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi adından, Şəki Təhsil Sektorunun rəhbərliyi adından, çox sayılı Azərbaycan Təhsil İşləri Azad Həmkarlar İttifaqı, Şəki Rayon Komitəsinin çox sayılı ittifaq üzvləri adından əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə hər birinizi təbrik edirəm, can sağlığı arzu edirəm, gözəl günlər arzu edirəm və Hüseyin Cavid demişkən, əgər qadın gülərsə, bəşəriyyət gülər. Mən sizlərin hər birinizdən gözlərindən işıq, üzünüzdən təbəssüm əskik olmasın. Çünki siz günəş kimi istisiniz, nur kimi parlaqsınız və bu cəmiyyəti öz ürəyinizin istisi ilə, nuru ilə böyük bir günəşə qərq edirsiniz. Qarşıda bizim gözəl milli bayramımız, Novruz bayramımız gəlir. Bu bayram münasibətilə bir daha hər birinizi təbrik edirəm və bizim yeni bayramımız olan insanları saflığa doğru aparan Ramazan ayında yaşayırıq və gələcəkdə Ramazan bayramı münasibətilə sizləri təbrik edirəm. Bayramlar bayramlara qarışır, bu bayramların da fövqündə qadınlarımız dayanır. Çox sağ olun, əziz xanımlar, bayramınız mübarək olsun, can sağlığı arzu edirəm. Sağ olun. Təşəkkür ederiz Ziyafət xanım. İndi isə öz təbriklərini etmək üçün səhnəyə kursumuzun 8-ci sinif şagirdlərini dəvət edirik. Onlara rəqs çıxışına baxaq. Dünyanın bir adı var, canım benim memleketim.
qoruyun. Gənc ikən xoşbəxtliyimiz üçün çalışın. Qocalanda isə təsəlli verin. Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qadın kitaba bənzəyir. Onu sənəyə və diqqətlə oxumaq lazımdır. İndi isə qadınları təbrik etmək üçün səhnənin ibtidai sinif şagirdlərimizə verək. Choosing your battle, pick yourself up and dust yourself off and back in the saddle. You're on the front line, everyone's watching. You know it's serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. When you fold it up, if you fold it up, cause this is Africa. This time for Africa. Listen to your God, this is our motto. Your time to shine, don't wait in line, vamos por todo. People are raising their expectations. Go on and feed them, this is your moment, no hesitation. Today's your day, I feel it. You pave the way, believe it. You get down, get up, oh, and you get down, get up, hey. This time for Africa. This time for Africa. This time for Africa. Qadınlar xarakter baxımından bir-birinə bənzəməz. Zəif olur, güclüsü olur. Onları birləşdirən yeganə bir adlar, ana adı. Qadınlar fərqli olsalar da, analar fərqli olmur. İstəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur. Gözlərinin nurunu, saçlarını, rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən olar. Halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız anlar. Nə yaxşı ki, sizlər varsınız. İndi isə səhnəyə kursumuzun 8-ci sinif şagirdi Ayxan Muradını dəvət edirəm. O da öz növbəsində Ana Laylası mahnısı ilə bizləri təbrik etsin.
dünya. Ey oğullar vereyene, torpağımı terk onun saçlarından ağlak torpak etini, doğmadır azizdir anamın laylası, ilkin nefemizdir ana laylası. Bir coşkun denizdir, bitkicik damlası, mükaddes dünyadır ana dünyası. Duyanana dünyasını, o hikmetin mənasını, sevək doğma yurdumuzun, o haqqından ağlardan, doğmadır əzizdir anamın laylası, ilkin nəğməmizdir ana laylası. Anamın laylası, ilkin nəğməmizdir ana laylası. Ey oğullar bilək gərək anamızın qədrini onun o saçlarından ağlak torpak etini, doğmadır azizdir anamın laylası, ilkin nəğməmizdir ana laylası. Bir coşkun denizdir, bitkicik damlası, mükaddes dünyadır ana dünyası. Bir coşkun denizdir, bitkicik damlası, mükaddes dünyadır ana dünyası. Sağ olun. Ayşəyə təşəkkür edirik. Bu yazını oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan, uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək, özü ilə dünya işığından məhrum olmaq deməkdir. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər. Ana dodaqları dua ilə açılar, dua ilə yumular. Uca Peyğəmbərimiz də cənnət anaların ayaqları altındadır deyir. Bununla da anaların ucalığını, müqəddəsliyini, ölçüsünü göstərir. Analarımız bizə hər şeyi öyrədir. O bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti, hər şeyi öyrədir. Nə biliriksə, hər şeyi də anaya borcluyuq. İndi isə səhnəyə kursumuzun 10-cu sinif şagirdlərinin təşkil etdiyi müdirə səhnəciyinə baxaq. Sətənizöydə qalsın. Düşünürəm, sizin müdirə gələcəkdir necə? Baxın, müdirə gələndə hamınız ayağa qalxırsınız ha. Gəl müdirə. Çalsınları balası gəlir. Malades. Səhər nə deyir sən yeməyə? Səhər kuaşa, çörək ya. Malades, kefik yerinə gəldi də. Bəs abedin azasıdır? Abedə, kütür. Kütür? Hə, o yetə flor vedrəsi var idi, bax onda eləmişəm. Cik adələ olmaz. Bəs hamısına verirsən kütünü? Hə, varlı, krakat
Fadilyan balasına əti ilə noxudunu vermişəm. Kasıbların balası suyunda çoxu çörək doldurmamış. Bax, burada gözünə girdi. Deməli, bugün bağçamıza komisyon yoxlamışam. Bizdən komissiya gəlir deyə, xalqı köhnəti çıxarırsan, iyi gedir. Pırsmış meyvələri çıxarırsan. Yerinə qoysan təzət işdir. Köhnəyi mi ağaracaq? Köhnəyi qoysan maşına aparan bağda kilitlər versin. Bəs meyvələr mi ağaracaq? Az iydən yaxın durmaq olmur xalqı. Apar at. Niyə ki, mən onu təsaq töküb əmimə qarpın delik çizdirirəm azar. Siz zəhərləyirsən cəmaatın balasını. O vaxtda bir də niyə zəhərlənmirlər? Yaxşı yadıma düşdü. Deməli, uşaqlara yemək verəndə aparırsan qaşını ağzına deyirsən, ape. Ape nədir? Aç, ağzını aç. Ape mənə balam. Hansı dildə? Apeyin ingilis dilindədir. Siz, yəni, komissiyalardan ki, biz bağçada həmin uşaqlara ingilis dili öyrədirik. Qadan mən qız cüzdanlarını öyrənmişəm, bağışlar ingiliscə. Sən nə bilirsən gülsə? Niyə elə deyirsən ki, niyə bilirəm? Nə bilirsən, bir görün. Uydu, gəl ladma. Ladno yox. Ladno, onu uzaq. Ladno. Biz bunu verəməz. Sən də elə edirsən. Eşit nə deyir? O özünü böyüklər var Ladno, da net deyərlər. Üçün cümlədən sonra tormuzlanma başlayır. Heç də sən bildiyindən artıq bu söz bilmirlər. Rahat olma. Deməli, bu kimdir? Hamıqla nə deyir? Bax, bu kimdir bu? Nədir, deyə uzaqdasan? Bax, gör kimdir? Belə müdürə uzaqdadır. Alo, kimindir? Səsindən yaman piryat adamlar şey. Kimdir? Kimdir? Bir jurnalistəm. Yenə müdürə uzaqdadır. Müdirə mi lazımdır? Müdirə uzaqdandır, çağırayım mı? Çağırayım mı az? Uzaqdan çağır. Çağırayım, bir dəqiqə. Çatdın. Allah gör mən kimlərlə işləyirəm. Alo, bəli. Jurnalistsiz. Hansı televiziyadan? Nə gözəl. Bağçaya gəlmək istəyirsiniz? Mən nə istəyim, bağça vaxtınız keçir? Sizlik çəkməyə. Neçədən gəlir? Böyün gəlmək istəyirsiniz? Yox, böyün olmaz. Böyün uşaqları aparmışıq heyvanat bağçasına. Dəli. İndi də keçirik Şirin Kretkasının yanından. Nədir? Ətlər, qadın alır bizi, şimdi də pişirləşmə gedir. Ay uşaq, yox sizlə deyiləm. O kulağını dağıtdığı sıçan deyil, fildir, düş filin belinə. Uşaqlar heyvanlarla zərfatlaşırlar. Bəli. Sabah da alınmaz. Sabah biz uşaqları aparır, sirkə, bəli. Birisi gün də alınmaz, uşaqları aparır. Bəli, xalça üzrəyinə. Heç olimpiya oyunlarında alim Qasımın uçduğu xalçaları göstərsək. Aslında göstərə bilərəm xalça üzrəyində. Xalçalarımızı, tariximizi göstərəsiniz. Bu uşaqların dünya görüş şarkısı. Bəli. Yox, hala alınmayacaq. Sabahda birisi gündə. Sizdən yaxşı, zəhləşir, sizə cavab verərlər. Bəli, özüm məhkəmətçim olur. Mən indi getməliyəm, uşaqlar zürafə boynunu düyünləyib. Bəli, sağ olun. Qız nə yapır? Vaka adı nə yazıb? Pageyzə mi yazıb? Gör kim gəlmək xahiş edirəm. Azara bu nədir ki? O sən dünənçin söhbətdən xəbəri yoxdur. Nə olub? Dünən valideynlər xalqdan müqavimə deyildilər. Niyə? Nə xəbər? Orada Zahirlər uşağı yoxdur mu? Sadə nədir bu qaranlıq otağa salma deyə? Salmışım da. Valideyn gəlib ki, gecə yatarkən uşaq diksinərək rayona müəllimin adını çəkə. Deyəm. Bu uşaq 8 aylıq deyildi. Hərdə 8 ayıq, çoğayıq. Qudurasana 8 aylıq uşağın danışdığı harda gördün? Uşaqlar danışdırmışıq da, nə istəyirlər artıq? Onları boş söhbətlərdir, sən onlara çox fikir vermə, əsas komissiyadır. Biz komissiyaya yola verməliyik. Ona görə sən gedirsən indi mən dediklərimi eləməyə, mən uşaqlara sahə və sola qaydasını öyrənirəm. Buyur.
səhnəyə ibtidai sinif şagirdlərimizi dəvət edirik. Onlar da öz təbriklərini bu vasitə ilə çatdırsınlar. dinləyicilərinin bir hissəsilə maraqlı oyun tamaşa təşkil etmişik. Gəlin birlikdə bu tamaşaya baxaq. Tamaşamız kəndir keçmə yarışıdır. Buyurun, xoş izləmələr. Açmayayım. Ay,
Var. Asfalık var. Ümit attım. İndi isə kursumuzun 6-cı sinif şagirdlərini səhnəyə dəvət edirik. İndi isə kursumuzun 4-cü sinif şagirdi İnci Əzizadənin ifasında Hind rəqsinə baxaq. İndi isə 10-cu sinif şagirdlərinin hazırladığı növbəti səhnəciyə baxaq. Can ay balaca, can. İnan köçüb getmişsiniz bir kere. Sizden ötürü qulluğunuzun ucu elə görünüyor, elə görünüyor. Anlama dərsiniz canı üçün. Mənə baxayım, sən mənimlə görüb bu 8 Mart'da da bu tərəfləri görəcəksiniz. Baxarım yox, baxarım yox. Gəlin, gəlin, gəlin. Gözləyirəm. Özüm bilə-bilə elədim ki, qoy elə bilsin, Skype xarab olur. Və dosundan başımızda. Çəsinlər, bəxtəvərin qızı bütün günü oturub evdə, boş bekar, əl işləyib, balıq tutanlar kimi telefonu haraltdı, qarmağına kim düşdü, başlayır vır danışmağa. Allah, olur bir gün səbsizlikdə bizə gələcək. İnşallah gəlməz. Onun elədiyi dualar var ha. Heç biri tutmur, hamısı tərsinə dönür. Keçən il gəldi dedi ki, xəstəliklərdən uzaq olun, gəldi koronavirus düşdü. Hər yer karantin oldu. Gəldi dedi ki, ruzi bərəkətiniz bol olsun. Gəldi, karantin düşdü. Yenə çörək üzünə əsir qaldı. Mağazalar bağlandı. Ay qız, Sibel səndən ölçən dərsləri bitirməmiş, oyuncaqların üstündə oturma, cır bir yerə oyuncaqların üstündə dərsini oturmuş. Otur, aç görür. Baxın gör, nə yazmışsan? Aç, baxın, nə yazırsan?
təbrik mesajlarını bizə çatdırmaları üçün səhnəyə kursumuzun 5-ci sinif şagirdlərini dəvət edirik. Yandırmaq istərkən qəlbimdə kiraz, qəlbimi mum etdi sözlərini yaz. Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti. Onun ruzisi ilə xoş olar halım, onun duasıyla gülərik balım. Onun hər sözündən alıram qüvvət, qaladır verdiyi hər bir nəsihət. Anacan, sən bizi böyütmək üçün min bir əziyyətə düçar olmuşsan. İndi düşünürəm, bax onun üçün cənnət qapısını açar olmuşsan. Gecələr yuxusuz qalmışsan ana, yorğun gözlərinə qurban olaram. Canını canıma qatmışsan ana, ağlayan canına qurban olaram.
Ömrünü caladın sən ömrümüzə, biz sənə sənin tək baxa bilmərik. Anacan haqqını halal et bizə, biz sənin borcundan çıxa bilmərik. Ay ömrümün yanan şamı, sən yoluma nur olmusan. Hər kəs məni tək qoyanda, sən canıma yar olmusan. Ömrünün ən gözəl gümrah çağını məni böyütmək üçün sərf eləmisən. Nə qədər səhvimi görsən də yenə, məni bağışlayıb əhv eləmisən. Ağaran saçının hər zərrəsində çəkdiyin əziyyət görünür ana. Başıma hər dəfə sığal çəkəndə ruhum xoşbəxtliyə bürünür ana. Ay söhbətim sözüm anam, vuran qəlbim gözüm anam. Sənə qurban özüm anam, sən ki mənə yar olmusan. Çox mübarək anacan, bu sevimli bayramın. Yüksəlmisən əməklə, dillərdədir ad sanı. Əziz anacan ana, gözəl mehriban ana, böyütdükcə sən bizi dən düşür saçlarına. Qəhrəmanlar anası, sevimli əziz ana, bizi ana vətənlə qoşa çəkilir. Qadınlar hər evin yanan çırağı, hər güclü kişinin arxa dayağı. Qadınsız həyatın yoxdur mənağı, qadınlar bayrağınız mübarək olsun. Öz ürək sözlərini söyləməsi üçün kursumuzun təkmilləşdirmə sinifləri üzrə müdir müavini Fahir müəllimi dəvət edirik. Mən də öz növbəmdə bütün qadınları bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Yaxşı varsınız. Burada həmçinin tədbirdə bizə kömək edən şagirdlərimizə, ibtidai sinifindən təhsil sinifləşimi bütün şagirdlərimizə, onlara dəstək edən sinif rəhbərlərinə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Hətta burada arxa sənədə işləyən bizim müxalif şagirdlərimiz, onlara təşəkkür edirik. Bütün bu tədbirdə əməyi keçən başda direktorumuz Rəşmən olmaqla bütün müəllim, şagird kollektivimizə təşəkkür edirik. Və ən sonunda direktorlarımız, sizə xoş gəlmisiniz. Əgər ürək sözləriniz varsa, buyurub tribunada səsləndirə bilərsiniz. Burada direktorlarımıza yanaşı bizim kursumuzun şagirdlərinin valideynləri də iştirak edib. Əgər valideynlərimizdən də burada gəlib söz söyləmək istəyən olarsa, buyursun bu səhnəyə, tribunada öz sözlərini buradan səsləndirsin. Bir daha təbrik edirik. Yaxşı varsınız, çox sağ olun, əziyyət çəkib, bura kimi gəldik. Çox sağ olun.